Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişi ilə sizin hüzurunuza gəlmişik, evinizə qonaq gəlmişik, telefonlarınıza, planşetlərinizə, bilgisayarlarınıza. Ramazan, mübarək Ramazan ayıdır. Mübarək Ramazanın 6-cı günüdür. O günahların bağışlandığı bir aydayıq. Ruhumuzun rahatlığına çalışan bir dövrdəyik. Elə bugün məhz bundan danışacağıq. Zaten Ramazandan öncə də elə bax bu xəttə, bu belə deyim, gedişatda danışırdıq. Bu mahiyyəti belə olan nəsnələrdən danışırdıq. Bugün də danışacağıq. Sevimlimiz kanalımızın parlaq olduğunu saydığım Kamal Əmürsəlova yenə də sizlərlə danışacaq. Əsasən də mən çalışıram sizin sualların cavabını ondan alam. Azərbaycan artıq kifayət qədər tanınmış numerologdur, özünüz də bilirsiniz. Baxın, ruhunuz şəfalı olsun. Və sizi salamlayıram. Ramazan sizə də mübarək olsun, oruç tutursunuz, ibadət edirsiniz, təqva yolunu tutansınız. Ona görə biraz da yəni izləyicilərimiz halsızlığımızı nəzərə alacaq. Yəni bu əslində bədənin təmizlənməsidir, nəfsimizin belə deyim, təmizlənməsinə xidmət edən bir aydır. Numerologiyanı bir tərəfə qoysaq, bax, biz sizin öz baxışınızı bilmək istəyirəm. Çünki zaman-zaman efirdən kənarda da bu dini söhbətlər, ilahi, o mənəvi təmizlikdən həmişə gözəl danışırsınız. Vaxtilə dərs dediyiniz tələbələrə danışırsınız, rəfiqələrinizə, evinizə gələn qonaqlara danışırsınız. Bu Ramazan nədir, insan üçün nədir? Bax, bunu eşitmək istəyirəm. Çox sevirəm belə söhbətləri. Təşəkkür edirəm o giriş üçün, təşəkkür edirəm mən haqqında dediyiniz sözlər üçün. Eynisini mən də sizin üçün deyə bilərəm. Yəni, belə deyək, elə ruhumuzun şəfası verilişini, belə deyək də, Ramazan ayı elə ruhumuzun şəfasıdır. Ramazanda tutduğumuz oruclar, ümumiyyətlə oruc bizim ruhumuzun şəfasıdır deyə bilərik. Əgər belə keçmişə getsək, siz də çox gözəl bilirsiniz. Yəni, o izləyicilərin də çoxsu bilir yəqin ki, yəni insanlar, yəni belə deyək də, peyğəmbərlər, yəni bunlar, onlara bilgi necə gəlirdi? Onlara bir bilgi verilməmiş inzivaya çəkilirdilər, yəni dağlara, səhralara, yəni Musa Peyğəmbərdən bilirik, ondan sonra İsa Peyğəmbərdən, ən nəhayət bizim öz Peyğəmbərimizdən ki, mağarada nə qədər qaldı və bu ondan ötürü idi ki, yemək yemədən, su içmədən, su içirdi arada. Yəni, niyə görə? Bütün bunlar hazırlıq idi, bilgilərin gəlməsinə hazırlıq idi. Və bu bilgilərin gəlməsi ən çox bizim bədənimizdə, yəni bizdə kim istəyir? Ruh istəyir bunu. Bunu bir bədən olaraq biz yemək istəyə bilərik, içmək istəyə bilərik, amma ruh tamam başqa bir şey istəyir. Ruh deyir ki, xatırla. Nəyə söz vermirsən, xatırla. Bir gələn, heç olmasa bil ki, sənə nə lazımdır. İnsan ac qalaraq, yəni sadəcə ac qalmaqdan getmir burada söhbət. Öz ruhunu inkişaf elətdirmək istəyən, o deyir, ruhum dincəlir, ruhum elə bir ki, göylərə qalxdı, ruhum rahatlandı. Yəni, ruhum riqqətə gəldi. Bütün bu sözləri biz işlədirik. Bu, zaman-zaman, nə zamansa olur elə belə vaxtıda. Yəni, biz, amma o ac qaldığımız aylarda, Allaha daha çox bağlandığımız vaxtlarda, yəni, insan bilir ki, onu hiss edirsən, zaten onu hiss edirsən ki, sən hansısa bir enerjiyə qoşulmusan. O, Türklər demişkən, nə yazıb ki, onu hiss eləməyənə. Amma səndə inan varsa, iman varsa, Allaha bağlılıq varsa, sən o bağlılığı hiss edirsən. Yəni, sən burada təkcə ac qalmaq, yox, mən ac qaldım, ay Allah, başım ağrıdı, filan yerimi bir gün ağrıyacaq, uzaqbaşı 2 gün ağrıyacaq. O da təmizlənmə deyə ağrıyır, dəvəsə. Bəli, çünki adicə bir insana texnikalar verirsən təmizlənmək üçün, 3 gün ya qarnı ağrıyır, ya başı ağrıyır, ya nəsə bir problemlər çıxır. Təzyiq oynayır. Hə. Yəni, belə şeylər olur. İndi, məsələn, il boyu yeyirik, içirik, birdən-birə başlayırıq buna. İnanın ki, siz ac qaldıqca ruh orada sevinir. Ruh sevinir ki, aha, hansısa bilgilər gələcək, hansısa bir üstünlük, yəni bu, mənim söz verib gəldiyim bir şeyləri mənim sahibim, yəni biz onun ruhumuzun, belə deyək də, o bir şeylərdən keçməyə başlayacaq. Daha doğrusu, cəmaat karma deyəndə daha düzgün başa düşürlər. Əslində, mən
belə deyərdim də, ruhun istədiyi şeylər var, karma yox. Karma yoxdur heç, yəni karma sən yəni onu özün üçün gözündə böyüdüb karma edərsənsə, ay aman karmalar var elə insanlar, karmalar bizi öldürdü, ay aman necə çıxaq, bu negativlərdən necə qurtulaq. Yəni bir anlığına yox. Belə anla ki, karma yoxdur. Sən bu dünyaya təmiz gəlmisən, təmiz gəlmisən. Əməllərin, ondan sonra niyyətlərin, çabaların nəzərə alınacaq. O zaman sənin üstündən elə bir ki, o ağırlığın bir 50% gedər. 50% gedər və sən öz ruhunun səni hara apardığı, inanın ki, aparacaq ruh özü. Amma yenə də karma fikirləşirsinizsə, yəni bir şeylər fikirləşirsinizsə, həmən yerdən yaxşı bir iş gör, savabın göndər nənə babalarına. Yəni bu Ramazan ayında da ruhumuzun dincəlməsi üçün ən gözəl şey düzdür, dualardır. Hər bir bilir, ən çox filan kəs deyir ki, mənə bu dua daha yaxşı düşür. Nə bilim, bolluq, bərəkət üçün var, Allaha yaxınlaşmaq üçün dualar var, sağlamlıq üçün şəfa verici dualar var. Bütün bunlardan başqa, belə deyək də, bizim müqəddəs kitabımız var, Quran. Onu götürün, gündə 15 dəqiqə oxuyun. Yəni, öncədən niyyət edin, Allahım, niyyət edirəm bu Quranın tərcüməsini, yəni Azərbaycancasını oxuyaraq, istədiyiniz, başa düşdüyünüz dildə oxuyaraq, onun savabını hər gün 15 dəqiqə oxuyaraq savabını nənə babalarıma göndərməyə niyyət edirəm. Niyə göndəririk? Niyə göndəririk? Orada çünki onlar bərzəx aləmində oturub, yəni savab gözləyirlər. Ramazanda laf gözləri yolda olur. Hətta bəzi insanlar var, o Ramazanda 30 günə tam oxumaq olar da kitab. Bəli. 30 gün ərzində hər axşam, iftardan sonra ya o imsaqa hazırlaşan biraz oxumaq olur. Oxuyursan, indi telefona da köçürtmək olur, götür ayələrdən, surələrdən ardıcıl şəkildə oxu. 30 günə tam oxumaq olur da, nə boyda kitabdır. Bəli, özdə onu, yəni az-az, 15 dəqiqə oxuma, 20 dəqiqə oxu. Yəni Qədir gecələri də var, həmin vaxtda da oxuya bilər. Ondan sonra göndər. Onlar orada bir addım qabağa, bəlkə də bir 5 addım qabağa gedəcəklər Ramazana görə. Niyə görə? Ramazanda bütün hər yerdə deyilir ki, negativlərə qandal vuruldu, şeytan falan filan. Yəni onların gözü yolda və həmişə gözləri yoldadır bizdən. Yəni o bir aləmdə olanların, nənə babaların deyək də. Amma Ramazan ayında laf gözləri yoldadır. Ona görə onlara istərseniz Yasin oxuyub göndərmək, istərseniz Quranı oxuyub göndərmək, istərsəniz, yəni onlar yad olunmalıdır. Və belə deyək, doğrudan da yəni insanın ruhu dincələr. Sanki boynunda düşən bir vəzifə var idi, onu yerinə yetirdi və rahatlaşdı. Sonra da bir şey də deyim ki, ay mən bunu oxudum, mən bundan bir baxım, nəticəsi nə olacaq? Qətiyyən belə şeyə girməsinlər. Qətiyyən oxumasınlar. Mən belə insanları çox gördüm, hətta analiz eləmişəm. Yəni gəlir üstündən 2 gün keçir. Kəmalə xanım, mən analizin nəticələrini sizə xəbər verəcəm. Deyirəm, hansı nəticələri? Bir sən üstündə işlə, mən dediklərimi elə, hələ mənə, yəni elə bilir ki, indi 1 həftəyə, 2 həftəyə, 3 həftəyə nəsə bir nəticə olacaq. Ola bilər əlbəttə ki, amma sən o nəticəni gözləmə. Artıq mən ondan hiss edirəm ki, bu adam nəticə peşin. Yəni, onu güdür ki, görüm nəticə nə zaman olacaq. Qətiyyən olmasın, qətiyyən eləməsinlər. Bir haşiyə çıxım, bəziləri yenə də sual verirlər, nənə babaya niyə? Əzizləyicilər, əgər insan ölən kimi cənnətə və ya cəhənnəmə düşsəydi, dərhal göndərilərdi. Deməli, Allah Taala bütün dinində, öz dində, kitabda, ehkamlarında bildirir ki, qiyamət günü olacaq hələ, qəbirdən qalxmalar. Qiyamətə qədər, mən Kəmalə xanımdan əvvəlki verilişlərdə də dedim, bir nəfər dünyasını dəyişib, amma bir ağac əkib, bir bulaq tikdirib, qurub, kimsə gəlib orada əl üzünü yuyub, bir kəlmə deyirik, Allah bunu düzəldənə rəhmət eləsin. Bu sərinlik verən ağacı əkənə, Allah rəhmət, onun qəbri genişlənir və işıqlanır. Deməli, qiyamətə qədər hətta dünyasını dəyişsə də, öldü, bitdi deyil, kimsə deyirsə, o imansızdır, cahildir, öldü, bitdi, vəssalam, heç nə yoxdur. Və orada o qədər elə bir şey ola bilər ki, birinin nəvəsi bir ölkəni ölümdən xilas edir, nə qədər adamın sevgisini qazanır, onda bəlkə də o adam, bəlkə də günahlı olsa belə artıq cənnətə namizəd olur. Çünki kök odur, ondan törənib. Ona görə bunu bir dəfəlik, bəzi şeylərdə var, heç onun dərinliyinə varmayın. Mən həmişə deyirəm, Allah deyir ki, oruç tutun, mükafatını mən verəcəm. Mən həmişə deyirəm. Bir ona görə bir də Həzrəti Peyğəmbərimiz deyib ki, oruç tutun, sağlam olun. Vəssalam. Başqa o xırdalıqlar var, çox fəlsəfi şeylər var deyib.
Onu qoyuram qırağa. Mən bilmirəm də, başım çıxmır elə bilir. Bu iki şey Allah deyir, görün, həmişə deyirəm, biri icra başçısıyla dost olmaq istəyir, nazirlə dost olmaq istəyir ki, onun verdiyi mükafat daha böyük olur. İndi görün Allahın mükafatı nədir? Özü vəd verir. Siz oruç tutun, mükafatını verin. Bir də Peyğəmbərimiz deyir, sağlam olun. Bu iki şey azdıkən mükafatımız olur, həm də sağlam oluruq. Vəssalam. Ona görə o savabları nənə babaya göndərin. Çox dərinliyinə varmayın. Niyə göndərməliyəm deməyin. Göndərin. Kamala xanım hər verilişdə az qala onu deyir. Bizim xilasımız da ondadır. Bizim kökümüzü dirçəldək, sağaldaq. Kökümüzü Ondan sonra gedək. Davam edin. Kökümüzü həmişə qürurlandıraq, onurlandıraq onlara. Onlar orada yəni bilsin ki, yəni o bir addım, iki addım ona görə qabağa gedirlər. Biz də nə varsa kök olacaq da, və nəticələrimiz də bizə eləsin. Bəli. Onu da bax biz bax elə bil ki biz ortayıq da, bax gövdəyik. Biz həm köklə işləməliyik. Bax. Həm də o ağacın budaqları, çiçəkləri, yəni uşaqlarla. Onları elə böyütməliyik ki, onlar bilməlidir. Adəti, ənənəni, kökü, aid olmağı, köklənməyi, bütün bu şeyləri bilməlidirlər. Yəni, yoxsa bilməsələr hər bir kəsin, yəni bizim İngilisdən nə fərqimiz olarmış və yaxud da ki, Amerikada yaşayan hansısa bir zəncirdən nə fərqimiz olarmı? Düzdür, onların da öz, və hətta mən deyərdim ki, çox görmüşük ki, onlar da yeməkdən qabaq dua eləyirlər, yeməkdən sonra dua eləyirlər. Nə bilim, mən indi bilmirəm də nə dərəcədə hamı, amma biz belə görmüşük ki, bizim dinimizdə də var bu və bunu elmdə əgər sübut edibsə ki, bizim DNA'mız, yəni DNK da Rusçadır, Azərbaycanca DNT. DNT'miz əgər onlarla və kökümüzlə, soyumuzla bağlıdır. Hər şey orada bağlıdır. Yəni bir dənə də o yana bir yana eləyə bilməzsən, çıxa bilməzsən o qanundan. Qanunu Allah qoyub, yazıb və sən də onu əməl eləməlisən. Ondan sonra nə deyə bilərsən ki, heç nə. Yəni. Amma deyək Amerika, sizə əgər Amerikadan, nə bilim, İngiltərədən, Almaniyadan da müraciətlər olur, zərgilər olur. Deməli, o dövlətin inkişaf eləməsi hələ fərdlərin ruhsal intibaha demək deyil. Bəli. Ola bilər Londonun mərkəzində yaşayır, amma onun iç sıxıntısı var, ruhu belə çərçivə içindədir. Gələ bilər, ona görə qərb o şeylər üçün, mənəvi üstünlüyü üçün şərqə həmişə müraciət edir. Çindən tutmuş Türk dünyasına qədər, yeri gələndə bu Afrika, Şimali Ərəb dövlətlərinə qədər gəlirlər ki, ruhumuz oradadır. Eləsi var, İngilis burnu, qulağı sırğalı, qaşı belə deşikli olan qız qulağı, mən rahatlıq Quranı azanlığı və ya Quran-ı Kərim dinləyəndə oldur. Ağlayır, deyir, anlamıram, indi gör anlasam burada mən nə qədər bir təmizlənirəm də. Ola bilər o yoga mahnıları var, qədim məsələn Hind musiqiləri, Çin musiqiləri var ki, fleyta ilə çalar. Bizə nə qədər adama rahatlıq verir. O da o hansısa bir tezlikdədir də, frekansın tezliyindədir ki, onu qulaq asanda İbn Sina'da musiqi olurdu, kaman qoyarmış, insanı müalicə eləyərdi. Deməli, o musiqi terapiya da var axı. Bəli. İndi bu numerologiya da bir terapiyadır. Ümumiyyətlə, bu elmlərin hamısı terapiyadır, amma üstdə duranlar, bax, belə numerologiya kimi ezoterik bilgilərdir. Ümumiyyətlə, səs də terapiyadır. Səs. Yəni, musiqi də səsdən ibarətdir. Bizim danışığımız terapiyadır. Niyə biz bir insanla danışmağa ehtiyac duyuruq? Yəni, elə şeylər var ki, yəni görürsən, danışırsan, özünü ifadə edirsən, yüngülləşirsən, bəlkə də şəfa tapırsan ondan. Çünki Allah insanları, çox vaxt deyirlər, Allah mənə heç kimə möhtac eləməsin, o qədər yanlış duadır. O qədər yanlış duadır. Yəni deməli, sən onda tək yalnız qalmaq istəyirsən. Demək, əlatsız qalıb möhtac kimi düşünürdü, o yenə də yanlışma səhvdir. Amma sistem belə qəbul eləmir axı. Sistemdən danışarsan. Möhtacı ehtiyac, onu da deyirlər amma təəssüf ki, ehtiyacım, heç kimə ehtiyacım yoxdur sözü də təhlükədir. Bəli. Mən bir adam bir xoş sözünə, bir aktyorun bir oyununa ehtiyacım həmişə var da. Sən nə deyərsənsə, nəyi ağzından çıxar, nəyi də, mənə heç kimə, Allah mənim övladımı, məni heç kimə möhtac eləməsin. Yəni, möhtac olmasın, onda otursun, yəni heç kimdə ona ya bir lazım olanda ya kömək olmasın, ya bəlkə də belə onu sistem, bilirsiniz, nə eşidir, nə bilir, o elə də yerinə yetirir. Yəni, biz həmişə mən deyirəm, 1-6-5 yaşında uşaq kimi bir şeydir. Nəyi desən, təkrar. Nahaqdan demirlər ki, bir ağıllıya desən, 40 gündə ağladaq ki, dəlisən, axırda bir gün dəliləşəcək.
Yəni söz, ağzımızdan çıxan söz o qədər önəmlidir, çox önəmlidir və Ramazan ayında da gözəl dualar eləmək, gözəl danışmaq, gözəl söhbətlər eləmək, doğrudan insanın ruhu o qədər istəyir ki, axşamlar söhbətlər olsun, yığılsın insanlar. Ən çox da belə, məsəl üçün, o süfrə arxasında, lap süfrədən sonra, yəni mən həmişə istəyirəm, mənim ruhum belə şeylərə, yəni can atır. Var belə məclislər var, xanımlar quran məclislər var, indi bəylər bilmirəm, amma ki, yəni mən eşitdiyim, bildiyimdən var. İftar, gəlin onda belə eləyək, bir təklif eləyim. Gəlin verilişimizdə elə iftar ərəfəsində canlı eləyək. Daha doğrusu iftar eləyək. Gələn həftə əziləcək. Bu canlı yayımın bir üstünlüyü var ki, daha böyük auditoriyanı və dünyanı əhatə eləyir. Təkcə indi bizi izləyənlər daha çox baxır bura, abunə olanlar. Ara sıra kanalımıza girənlər. Amma orada heç kanalımızdan xəbər olmayanlar, bizi tanımayanlar da girir. Üstəlik də siz canlı sual vermək imkanınız ola bilər. Sualı verirsiniz, yerindəcə Kəmala xanım deyir. Bir də bir şey dedi, bu Ramazanla bağlı o bəhsi hələ ki bitirək. Bəzi insanlar sizdən o şəfa alan, sizdən məsləhət alan, numeroloji analiz hazırlatdıran. Ola deyək ki, Kəmal xanım da bir üstünlüyü odur ki, bu səs deyil. Həm səsi yaxşıdır, səs bizə elə bir şəfa verir. Səs, adam var bəlkə yaxşı insan, amma səsində bir köntövlük var. Səs deyir, bir adamın belə qəlbini rahat deyir. Bir də görsən, deyir, heç nə eləmə. Axşam yatana yaxın, bax, bu ayəni oxu, bu duaları oxu. Bu numerologiyadan irəli gəlir, yoxsa siz özünüz onu tapmısınız, belə düşünmürsünüz. Bəlkə tutaq 7 rəqəminin, bəlkə tutaq ki, kodu, onun duası Fatihədir, ya Kəhf surəsidir. Bunları necə eləyirsiniz, məsələn? Amma hamısı deyir, gözəl olur. Bəzisilərini tapşırıqlar verirsiniz, çətin. Bunu eləsən düzəlsin. Amma deyir, bir neçəsi deyir, mən dedi dualar, filan duanı oxu. Bunu da çox deyirlər. Çünki onu belə başa salmaq düzdür, mənə biraz çətin olur, çox danışıram. Yəni danışıram, başa salıram ki, məsələn 7-dən karma var, 6-dan karma var. Bilirəm o dəqiqə ki, bu adamdan nə çatır, nə çatmır, nə etməlidir. Yəni, bəli, o, deməli, mən din ilə bağlı tərəfi, bəşər qanunları ilə bağlı tərəfi, əgər bu numerologiyadırsa və mən çalışıram ki, bir insanı yoluna qoyum, ona doğru düzgün yol göstərim. Əlbəttə ki, mən burada bəşər qanunlarını mütləq, özü bəşər qanunu çox adam bilir, amma məğzini bilmir. Yəni, yargısızlıq yasası bir dənə elə bilirlər ki, heç kimi qınama. Yəni, bir tək o deyil axı, o yargısızlıq, yəni qanunun içərisində tək hamını yargılamaq demək deyil. Onun içərisində çox nüanslar var. Yəni, onları, insanlar başa düşdükcə, yoluna düşür hər şey. Qaldı ki, dualara, duaların hər birinin numerologiyadan rəqəmlərimizlə, çünki bizim rəqəmlərimiz, mən nə dedim, təkamüldür. Birdən qalxır kundalini. Yəni, o kundalininin necə təkamülü, o birdən qalxırıq, biz aşağıdan qalxırıq yuxarı. Yəni, yuxarıdan aşağı düşmürük. Birdən yuxarı qalxdıqca hər birinin, yəni bizim o dualarımızla, bizim o surələrimizlə, ayələrimizlə əlaqəsi var. %100 əlaqəsi var bunların və hər bir çakraya aid, yəni özünüz bilirsiniz ki, bədən biz makrokosmos, yəni kainatdır, mikroda bizik. Bizim içimizdə bütün orqanlarımız, bütün üzümüzdən, gözümüzdən tutmuş hər bir şey təkamül ilə, yəni o bizim belə deyək, nöqtələrimiz, çakralarımız ilə o qədər üst-üstə düşür, örtüşür ki, bunları yəni o ayələrlə, surələrlə, rəqəmlərlə uzlaşdırmamaq mümkün deyil. Əgər bu uzlaşırsa, yəni o orqanlarla, hər bir şeylə, xəstəlikləri ilə bir yerdə, niyə də olmasın, çox da gözəl təsiri var. Çox da gözəl təsiri var. Yəni, məsəl üçün, bizdə 4 rəqəmi var ki, qəlb çakrasıdır. Bunun barəsində biz bir-iki dəfə danışmışdıq. O, əgər 4-cü çakra boşdursa, mən orada %100 həmən adama Quranı bir dəfə oxuyub, onun nənə-babalarına savabı göndərməyi tapşırırım. Özdə elə çox asan yolla başa salıram onu ki, çünki onun 4-dən 4-ün bir çox söhbətləri var. 4, əgər bu adam 4-dən karma gətiribsə, onun karma gətirdiyi nənə-babaların içərisində
dinləri inkar edən, məsələn, Allahın olduğunu inkar edən nənə babaları olubdur. Ona görə o onu edəndə kök elə bil o ağacın kökünə su tökür. Elə bil ki, onları orada dirçəldir. Onlar orada gedib oturub zaten bərzəx aləmində onlar peşman olublar. Çünki artıq orada həqiqət, bəli, real dünya oradır. Burada biz yuxuda, yəni illüziyanın içərisindəyik. Onlar üçün həqiqət açılıb, onlar yəni onu gözləyirlər. O da oradan onu oxuyub onlara göndərəndə Zaten rabitə yoxdur, yoxsa bəlkə oradan gələr, yalvarar ki, bax belə eləyim, mən orada gördüm. Rabitə yoxdur. Yuxu aydındır. Keçən verilişin birində danışmışdım, yadınızdadır. Qıza demişdim ki, xanıma qızınız oxusun, Quranı babalarına, nənələrinə göndərsin. O da demişdi ki, istəmirəm, eləmirəm. Qız da, yəni 4-cü çakra boşdur, ateizmə daha çox həvəslidir. Yəni adətən onlar ateizmə həvəsli olurlar. Dinin içərisində olarlar, hər şeyi öyrənərlər. Yəni bu negativində idi. Yatdı yuxusunda anasına dedi, eləməyəcəm. Yatdı yuxusunda gördü ki, babası əlində Quran kitabı, qıza deyir ki, oxu, göndər ora. Qız deyir ki, oxumuram, baba o kitabla bunu döyməyə başlayıb. Bir dəfə, 2 dəfə, 3 dəfə, bəli, başladı oxumaq. Bu qədər açılımlar olmuşkən, yəni o da bir insanın bir nə bilim fitrətidir ki, yəni bizim o dünya ilə deməli olan əlaqə ancaq yuxudur. Başqa bir əlaqəmiz yoxdur. Yuxu da kimsə başa düşür, kimsə başa düşmür, kimsə anlayır. Amma axır vaxtlar deyil, artıq 5-6 ildən də çoxdur ki, yuxu çox dərin bir şəkildə öyrənilir uzmanlar tərəfindən. Əziz izləyicilər, bildirim ki, Kəmalə xanımın öz YouTube kanalı da var. Elə bu videonun altında ilk şərh yerində onun o həmin YouTube kanalının linkini qoyuram. Baxın, orada da gözəl söhbətlər var, həm o qısa videolar var sizin yorulmamağınız üçün. Orada maraqlı müsahibələri var, fikirləri var. Orada baxın, fikirlər yazın, abunə olun. 1000 abunəni keçəndən sonra YouTube-da artıq kömək eləyəcək. Yəni, əgər sevirsinizsə, baxırsınızsa, belə maariflənirsinizsə, kanala kömək olar. Mənim nə qədər dost, tanış var, hamısı abunə olur, rəy yazır, fikir yazır, qoy aktivləşsin. Mən də təzə-təzə başlayanda belə müraciətlər edirdim, əziyyətlər çəkirdim. Bugün amma bizim 304.000 abunəçimiz var. Heç olmasa onun 4000-i biz eşidəcək. Gəlsinlər, abunə olsunlar. Telefon nömrəsi də efirdə gedir Kəmalə xanımın. Hansısa bir formada müraciət eləmək istəsəz, buyurun. Çox sual verməyin, oruçluqdur, yorurlar. Amma vacib, detallı, bəzi adam var, görsən, boşuna bir yarım saat danışır. Kəmalə xanım həmişə deyir, əgər sən bir şeyi, konkret fikrini ifadə edə bilməyib, uzun uzadı gəlirsənsə, həyat yolunda da elə uzun uzadı gələcək. Konkret, türklər deyir, direkt deyilən, net söylə. Bax, konkret deyək ki, mən budur, konkret. Fikrimizi, ümumiyyətlə Azərbaycanda çətindir, dağdan, dərədən danışır, bəzən görsən, hədəfdə olanı yadından çıxardır. Nə qədər fikirli, bitkil, qısa, konkret desən, bu dəqiqə vaxt yoxdur ona. Amma uzadıb birisiz o vaxt mən getmişdim, neyləmişdim. Onu onsuz da Kəmalə xanım sənin numeroloji analizini açan kimi görür. Detallar lazımdır, sənə nə lazımdır, konkret deməlisən. Bu dəqiqə çox faciəvidir. Mən 20-yə qədər ziyalıya da dedim, sən nə istəyirsən? Heç nə deyə bilmədi. Bax, faciə budur. Nə deyir? Məsələn, qadın xeylanlar deyir, mən istəyirəm çoxlu pulum olsun, maşınım olsun. O ona elə belə, o istək deyil də bu. Sən ona potensialın var yoxsa yox. Sən cibində əgər 2 manat da yoxdursa, 80 minlik, 150 minlik maşını istəyə bilməzsən, axı o sonraki aşamalardır. Adamlar özlərinə nə lazım olduğunu bilmir. Mənə deyəndə deyirəm, mən istəyirəm ki, ofisim olsun, yaxşı şəraitim olsun, ən azı bunu istəyirəm. Kimsə deyir sağlamlıq istəyir. Amma 100-ə qədər adamın inandırım sizi, 80'i dedi ki, nə istəyirəm, fikirləşir hələ nə istəyir. Adam nə istədiyini bilmir, amma dünyaya üsyan edir. Çünki insan olan bir məxluq, insan, etapları olmalıdır onun hədəfləri olmalıdır. İstəyirsən 60 yaşın var, istəyirsən 30 yaşın var, sənin hədəflərin olmalı. Bu hər kəsə aiddir, 4-ə də, 8-ə də, 5-ə də, yəni bütün rəqəmlərə. Ən çox düzdür, 4-lərə mən tövsiyə edirəm. O hədəfləri qoy, sonra ged, o böyük hədəflərin arasında kiçik hədəflər olur. Piləkən olur. Bəli, o piləkənlər. Onu get də, sən getginə, necə yəni ki, mən istədiyim, bəli, bir insan cibində 5-10 manat olur, maşın istəyə bilər. Amma bilirsiniz bunu kimlər istəyir? Heç onun belə umurunda belə deyil ki, o bunu haqq eləyir, haqq eləmir.
Ya mən həmişə deyirəm, haqq etmək bir məsələsi var. Onun başında gedən şey vicdandır. Məsələn, mən birinci növbədə, acaba mənim birinci varmı bu məndə? Yoxdursa, deməli mən onu hələ ki haqq eləmirəm. Yəni mən bundan ötürü, yəni nə qədər bu spiritualistlər, nə qədər bu Instagram, TikTok, bu uzmanları, yəni belə deyək də spiritualistləri desələr ki, yəni yox, siz bilirsinizmi ki, işləmədən də istədiyimiz şeylərə nail ola bilərlər. Deyirlər, çox deyirlər, yəni bunu görmürük. Yəni mən gülməyim gəlir. İnanın ki, mən bəlkə də bu ortalıqda olan bu qədər yanlış danışıq, yargılamayayım, yargılamıram da, yanlış danışıq. Yox, ictimai platformada burada demək olar. Bəli, qeybət eləmişsiniz. Görməsəydim, mən sadəcə özüm üçün örgənmiş vəziyyətdə bu numerologiyanı oturacaqdım. Yəni ancaq özüm, yəni yaxın adamlara. Mən orada ehtiyac duydum və ki, yəni bunu ən gözəl şəkildə, ən yaxşı tərəfindən göstərim insanlara. Yəni bir yandan insanların, bəli, təşəkkür edirəm. Yəni yox, sən elə otduğun yerdə də pula sahib ola bilərsən. Yəni bunu bu insan gedib manifest eləyir, güya nələrdən keçir. Onların şeyi çox olur. Yəni ya özünə qapanar, ya depresiya düşür ki, ya filan kəs, ya orada da bir ikisi yazsa ki, mən elədim, oldu. Ay nə bilim mən, bu düşdü depresiya, bu düşdü nə bilim məndə niyə olmadı, yəni. Elə deyil axı, sən onun bir bugünkü gündə potensialına baxsan, gör sənin əlində nə var, öz əməlində nə var, haqq etdiyin bir şeylər varmı? Sən haqq eləmək üçün əməlli başlı, dalmadan, sürəkli, yəni orada çaba verməlisən, ona hərəkət eləməlisən. Yəni ondan sonra deyərsən ki, mən haqq eləyirəm, ondan sonra sənə o pul para gələcək. Bu Aleksandr Zarayev var idi Rusiyada. İndi qalmış olmaz inanmıram, amma bəlkə də qalır. Həm parapsixoloq idi, savadlı adam idi, həm də kosmik bir institutu qutarmışdı. Numerologiyanı da gözəl verirdi, astrologiyanı da. Alimlərlə əsas on verirdilər qabağa. Astrofizikləri belə deyək, əsaslandırmış şəkildə tuturdu. O bir dəfə bir məqaləsi var idi. Çox xoşuma gəldi. Deyir ki, birinci ay cəmaat getmək istəyəndə astroloqa, numeroloqa, yaxud da hansısa bir parapsixoloq, psixoloq yanına birinci onun davranışına baxın. Onu tanımağa çalışın. Bəlkə məsələn 5 dəfə ailəsi dağılıb durub cəmaat ağıl verir. Siz bir dəfə dediniz, hələ ailə qurmayıb, durub ailə məsləhəti verir, sanki belə təcrübəlidir. Ən az onu yaşayıb, görək hələ sən özünü onu keçə bilirsən, yoxsa özünün keçə bildiyin şeylər sən öyrədə bilərsən. Sən qalib gəlmirsən neçə döyüşdə, sən əskər onda yetişdirə bilər. Hələ ömründə döyüşdə olmayıb əskər yetişdirməyin də o deyil. Çünki teoriya ilə tətbiq, praktika fərqli şeylərdir. Bizə başqa şey öyrədilər, gedib savaşda tamam fərqli şey görürsən olmur. Humanizm məsələn keçimir, soğuqqanlı olmaq lazımdır. Və deyir, bax, birinci getdiyin onun yerə bax, səni qarşılamasına bax. Qeybinə bax, ofisinə, ona bax, bir də imkan varsa onun haqqında bilgi öyrən. Ailə həyatından, xəstəliyindən tutmuş hər şeyi öyrən, sonra get söhbət elə. Və bugün çox təəssüf ki, bizim insanlar bu efirlərə çıxıb sırf reklam üçün çıxanların davranışına, qeybinə, psixoloji pozuntulu danışmasına fikir vermirlər. Və bu əsər-əsər, coşa-coşa bir dənə tənqidi fikri qəbul eləməyib, efirdə az qala tutaşa bilən adam sənə təmkinli şəkildə irfani bilgiləri necə verəcək? Mən istəyirəm ona da münasibət bildirəcək. Birinci, məsələn, izləyicilər gedir də, bax, görürük, kifayət qədər, xüsusən Instagramda, kifayət qədər sürü halında, bax, gəlib virus kimi insanları pis yola çəkirlər. Ailədə bir baca münasibət pozulan kimi, deyir, niyə yaşayırsan ki? Sən azad dünyada ömür bir dəfə verilib, boşan geçsin. O qədər adam var. Çox gördüm mən. Belələrini, yəni insanlara bax, birinci nə tövsiyə edə bilərsiniz? Vallax, tövsiyə edirəm ki, o araşdırsından sonra mən onu həmişə deyirəm. Bir də baxın, görün, enerjiniz tutur onu. Məsələn, elə adam var ki, mən ondan bəlkə də eğitim almaq istəyirəm, indi dərs almaq istəyirəm. Mən onun bircə dəfə danışığını görəndə və yaxud da ki, o dərsə olan münasibətini, artıq deyirəm ki, yox, bu mənlik deyil. Mən bunu seçə bilmərəm. O, hətta hər bir şeyin o enerjisi tutmalıdır sizlə. Onu zaten əgər vaxtı qısaldıblarsa yuxarıdan, sıxlaşdırıblarsa, deməli bu yöndən də bizə elə bir ki, avantaj verilir. Vaxt qısalıbsa,
senin o seçiminde yani birinci o gördüğün ben demiştim bir defa ki birinci saniyede gördüğünüz eğer tutursa o size hoş geldiyse o sizinkidir. Yani o seninkidir. Ama yok hoş gelmişse birinci şeyde yani artık orada biraz problem var. Yani ikinci defa deneyim, üçüncü defa deneyim. O görürsen ki sonra gene de oradan bir problem çıkır. Qaldı ki belə yani belə deyək də koç deyirlər, yaşam koçu deyirlər. Ondan sonra yəni Xiramat deyirlər, numerolog deyirlər. Xiramat o əllərin Hə, bilirəm. cizgiləri ilə şeydir. Meydana çıxanlardır. Bir də Kamala xanım, Etibar Erkin deyirdi ki, bəzi bilgilər var, oranı qurdalamaq olmaz. Bir də bir cavan oğlan tələbəsi var, deyir, mən ruhun nə olduğunu deyəcəm. Deyir, ay bala, Allah Peyğəmbərə Quranda buyurur ki, ruhu heç var, heç kim bilmir. Yox, mən onu dedi, bala, gedib bəzi göylərin də bir qadağa yeri var da sərhədi. Orayla işin olmasın, sən elə özünü öyrən, dünyanı öyrən. İnansız o dedi, yox, getdi, sonra bir ay sonra eşitdik ki, havalanıb xəstəxanadadır. Yəni, bəzi bilgilər insanları cızığından çıxarda bilər. Mən nəyə gətirəm? Bu negativ yayan, insanları pis yola çəkənlərin də azdan çoxdan bu bilgini bilirsə, onlar bəyəm bilmirmi ki, sırf pula görə insanları ayırmaq, içinə şübhə salmaq, depresiya, panikada salmaq günahdır. O zaten o negatifdir. O negatif olmalıdır ki artık gülməyim gəlir. O negatif olmalıdır ki o negatifə gələn dərs alsın. Deməli, bax, elə bir ki... O da bir dərsdir. Bəli, elə bir ki, bax, burada bu qədər bir insan var. Belə bir auditoriya buradadır, bir auditoriya buradadır. Bu auditoriya, oraya adamlar yığılıb ki, dərs almalıdır. Tutar ki, fevral ayında bunlar dərsini almalıdır. Gedəcək elə bir yerlərə, elə adamlara gedib o pul itirsə, hələ böyük bir şeydir. Çünki biz sistem belə işləyir. Birinci növbədə pulumuz gedir. Yəni mal gedir də, belə deyək də. Əgər sən doğru düzgün yaşamırsansa, bilə-bilə gedirsən, ya nəsə. Orada deməli sənin malın, pulun, yəni itirə bilərsən. İkinci növbədə sən ikinci döngü ilə gəlirsənsə yenidən. Orada artıq sənin canın gedə bilər, yəni xəstəliklər sənə verilə bilər. Yəni bu belə deyək də, biraz gözü açıq olsunlar, biraz araşdırsınlar, biraz analiz eləsinlər bir şeyi. Düzdür, bunlar da rəqəmlərləndir. Elə rəqəmlər var ki, onlar analiz eləməyi, kökünə baxmağı xoşlayarlar, doğrudan da araşdırarlar. Elə rəqəmlər var ki, insanlara daha çox inanır, daha çox onlara, yəni bizə hətta qarşısındakına xoş gəlmək üçün, yəni öz istəyindən də vaz keçə bilən rəqəmlərimiz var. Öz bilirsiniz ki, bu iki rəqəmdir. Yəni, belə deyək də. Ona görə də o insan bir dəfə, iki dəfə aldanır. Mən o analiz edəndə deyirəm, artıq burada dayan. Sən zaten bu analizdən sonra dayanacaq, amma sən də anla ki, burada dayanmaq lazımdır. Öz çərçivəni qoy, hər kəsə, onların məmnun olması üçün hə deyə, yox deməyi bacar, bir də alma-vermə dəngəsinə fikir ver, heç olmasa yavaş-yavaş bu yolla get, örgən. Yəni, insanlar, belə deyək də, o bəzi adamlar var ki, küyə düşür. Ay aman, padruqam getdi. Getdi orada 300 manat verdi, kaşlok aldı, ona pul gələcək, mən qalacam dala. Qoy mən də gedim mən də bir 300-500 verim orada, o kaşlokdan mən də alım, qoy mənə də pul gəlsin. Yəni, belə də var. Neydən, hələ bir cürə yolla, o zaten o şeyə, hələ çıxıb danışırlar ki, çıxan belə məşhur adamlardan var da, ki, mən də oradan kaşlok almışdım, haram eli olsun ona, yəni, amma xeyrin görmədim. Bəs sən utanmırsanmı ki, özünü bu boyda cəmaatın qabağında sən özü tanıyırlar da, sən indi rəqqasəsən, oxuyansan, yəni sən. Sən heç olmasa adam onu deməyə utanar ki, mən bunu getdim, aldım. Yəni bunun içinə düşdüm mən. Heç olmasa oradan bir dərs çıxart ki, yəni bunu mən nə qədər ağılsız bir iş görmüşəm. O şey oxşayır, sanki biri heç bir iş görmür, üstünə bir ruzi duası asıb, elə özü gələcək. Baxın. Hə, o elə bir şeydir ki, bax, ağlı bizlər Quranı oxuyanlar bilir də, orada dəqiqə başı qıra, hər tez qıra, ağlın adı çəkilir. Ağıl vermədikmi? Ağıl etməzmisiniz? Ağlınıza gəlməzmi? Bunu dərk etmədinizmi? Ay sağ ol. Əgər bizə ağıl verilirsə, mütləq bunun cavabı sorulacaq bizdən ki, mən sənə ağıl vermişdim. Sənin ağlın haradaydı? Biz oraya gedəndə cavab verəcəyik. Amma orada xüsusi bir şeydir. Deyir, biz bu ayələri anlayan bir kəslər üçün göndərilir. Deməli, heç də hamı anlaya bilmir. Amma çalışmalıdır anlamaq. Bir də bir şey deyim sizə, bir dostum var, həkimdir. Döv evlərinə getdim, elə-belə həkimdir, yəni baş həkim zat deyil. Görürəm, dollar şəkilləri asıb evə falan, dedim, bu boş-boş şeylərdir. Bu deyir, yox, bu gələcək.
Ondan sonra deyir ki, mən hələ indiyə qədər borca düşməmişdim. 20 min dedi, nə qədər borca düşmüşəm. Sən elədin deyir onu. Sən gəldin burada bizim inanımızı sarsıtdın ki, boş-boş şeyləri yığışdırır. Sanki o, deyir, gör mən dedim, nəfs elədim, ya neynimə bu dollarları belə salxım kimi bütün evi deyir, özü də təbəssümlə baxıram, deyir, gələcək, deyim, qardaş, ona olsa, ondan 5 dəfə artıq mən evə düzərəm də, ofisə düzərəm, üstümə dollar paltarı geyinərəm. O deyil, o bir işarədir, elə bir onun 1%-dir, əsas o 99%-dir. İndi mən günahkaram mı burada, ona dedim, boş şey. Onu eləyən adam, ona öyrədib o texnikanı, 30 il bundan qabaq Sekret kitabı çıxmışdı, yəni neçə il bundan. Şöhrədir. Bir də ki, köhnə bu işləməyən bir şeydir. Yəni işləyər, uşaq-muşaq əgər zaten heç o Sekret eləməsə də, əgər bir uşaq, mən demişəm, bu barədə danışmışam, cinsi yetkinlik dövrünə qədər uşaqlar məsələn, nəyi kodlayarlarsa, tutaq ki, mən çox məşhur olacam. Mən gözəl müğənni olacam. Uşağın içində var ruhu və onu tez-tez deyir, tez-tez təkrarlayır. Hansı səs də açılır, düzdür. O çox istəyəndə kobud, o qalın səsi qəfildən açılır. Verilir, o şeyə, o uşaq başlayır ondan ötürü çalışmağa, yəni heç çalışmasa da, o həvəslə. Mən belə bir tanışlardan tanıyıram. Uşaq vaxtından deyirdi, oxuyacam. Hamı buna belə bir tər baxırdı ki, yəni bu nə oxuyacaq da, nə şey eləyəcək. Görürsən ki, bəli, gəldi, oxudu, indi də oxuyur, yəni pulunun parasını qazanır. Yəni, belə deyək də, onu əgər kodlayan, balaca vaxtından kodlayarlarsa, yəni mən heç vaxt bunu etməyəcəm deyir, bəzən uşaqlar olur, öz-özdən. Yəni, mən özümdə də olub, yəni mən heç bilməyərəkdən, mən o zaman biz nə bilirdik ki, kodlamaq nədir? Yəni, sonradan yadıma düşür ki, mən filan vaxtı filan sözü demişəm, o şey də heç vaxt dəyişməyib mənim həyatımda, yəni o şey olub, belə deyək. Ona görə, yəni bu uşaqlarda, cavanlarda daha yaxşı işləyir. Yoxsa ki, bir 50-60 yaşında adam getsin evə dollar atsın, nə bilim, mən otursun desin ki, bugündən sonra mən filan şeydə. Xeyr, həmən adam, bəli, başa düşsə ki, bilsə ki, bunun potensialı var. Məsələn, adam var ki, 60 yaşında çox yorğundur, çox xəstədir, ona mən nə edə bilərəm, amma adam var ki, 60 yaşında enerji doludur. Bəli, onun planları var, bəli, onun qəlbi işləyir, ürəyi deyir ki, filan şey eləyim. Doğrudan da Allah ona yol açır. Doğrudan da ona elə bir qarşısına elə bir şeylər çıxır ki, görsən gedir, ona imkan verir Allah getməyə, gedir, yəni 70 yaşına qədər öz həyatını qurur. Yəni, elə adam var ki, məsələn, 40-ında açılır, eləsində var, 60-ında da açılan insanlar gördük. Yəni, belə deyək də. Ona görə bu, yəni, möcüzə dolu bir dünyada yaşayırıq. Nəyə görə möcüzə dolu deyirəm? Yenə deyirəm, vaxt qısalıb, vaxtı darlaşdırıblar yuxarıda bu. Yəni, anında biz möcüzə yaşaya bilərik, anında. Ağzımızdan çıxan sözləri güdərək, sistemlə uyğun yaşayaraq, sistemə uyğun yaşayaraq, sistem demişkən, sistemdən əzizləyicilər, yeni qoşulanlara bildirim ki, əgər ilk dəfə kim görürsə, YouTube kanalında altdan yazılı və numerolog Kəmalə Mürsəlova yazın, Kəmalə xanımın bütün videoları kifayət qədər çıxacaq və orada başlığa baxın. Mən istəyərdim, düzdür, birinci verilişdən baxacaq. Biz məktəb kimi sistem, Kəmalə xanım o sistemi bilir, mən də astroloji enerji qalxınmasını bilirəm deyə ikimiz də bu həftə, bu dəqiqələrdə insanlar nəyi daha çox həzm edir? Biz o qədər suallar var, amma məhz bugün sizin həzm edə biləcəyiniz həm ayın hərəkət, həm rəqəmə görə hər verilişin həzm olunma məqamlarına uyğun mövzular seçirik deyirik. Canlı yayın başqa, canlı yayın dərhal sual verir, cavab veriyor, o başqa. Amma ona görə də istəyərdim ki, baxasınız və o verilişlərə əvvəlki nədən siz danışmışıq? Məktəb münasibətlərlə, valideyn münasibəti, sevgi, sonra işlə bağlı, səhhətlə bağlı nə olub? Biz əsas da ötən 2 veriliş bundan öncə ilahi sistemdən danışmışıq. Çox vacibdir və sanki bizim mediada yeni bir şeydir. Parakəndə şəkildə, anlaşılmaz şəkildə bir neçə dəfə bir çoxları danışıb, amma anlata bilməyiblər. Amma biz o sistemə qoşulmaq nədir? Bununla bağlı xüsusi verilişimiz var, amma yenə də mən deyirəm, indən sonraki az qala istəyirəm hər verilişimizdə sistemdən də danışaq, bir də uşaqlarla bağlı suallar var, onu da verəcəm. Bu sistemi biraz da
açaq keçən dəfə 5-in Demək olar danışdıq. ki, hər verilişimizdən birini danışıb qutara bilmirik. Çünki o qədər geniş bir mövzudur. Arada birini Onu başa töv salmaq eləyərik lazımdır. sırf sistemə. Ola bilər, Hə. ola bilər, hə. 5 dənəsini açmışdıq da. Məsələn, təkrarlardan danışdıq, döngülərdən danışdıq. Çünki insanı əgər sınamaq üçün səni döngülərə sala bilir sistem. Sonra sistem səni hər bir insanı öz qorxuları ilə üzləşdirir. Qorxuları ilə üzləşdirir. Yəni, nədən qorxarsansa, o deyir, qorxan gözə çöp düşər. Nədən qorxarsansa, başına gələr. Əslində biz onu niyə görə qorxduğumuz bir şeylər bizim, məsələn, ondan biz qarşılaşırıq. Qorxduğumuz şeylərin çoxsu bilinçaltında olur. Bilinçaltı isə bizi, məsəl üçün, biz bilinçaltında əgər varsa, heç kimə güman yoxdur, heç kimə güvən yoxdur. Bizi güvənsiz insanları çəkəcək bizim həyatımıza bilinçaltı, güvənsiz hadisələri salacaq və biz də oradan əziyyət çəkəcəyik. Və yaxud bilinçaltında var ki, ailə ola bilməyəcəksən, yaxşı ailə ola bilməyəcəksən. Bilinçaltında yaxşı ailə ola bilməmək qorxusu, ailəsinin dağılması qorxusu varsa, bu adam ailə qurmaqdan qorxar. Yəni, numerologiyada bu çox belə bariz, açıq şəkildə görünür. Müşahidələrim də göstərir ki, çox elə o qorxudan və risk edəməmək qorxusuna görə evlənmir. Başqa maddidən bəhanə edir. Məsələn, içində qorxu var. Bilinçaltı onu elə bir hala salır ki, bilinçaltı hər dəfə onu bir tərəfdən, ona şeytan deyək də biz. Şeytan deyək, hər dəfə bir yerdən dürtür. Ona deyir ki, yox, öhdəsindən gələ bilməzsən, evlənmə, yaxşı deyil. Qızlar mən gördüm ki, bilinçaltı qorxusu, yəni 6 rəqəmindəndir, artıq bu, çünki ailədir bizdə. Artıq burada evlənməyə qorxu var. Baxırsan ki, özü deyir ki, bilmirəm nəyə görəsə baş tutmur münasibətlər, amma o bilmirəm nəyə görəsə deyil, o onun bilinçaltı qorxusudur. Yəni, sistem bizi qorxduğumuz yerdən yetər ki, bax buna görə mən deyirəm, numerologiyanın əvəzi yoxdur, möcüzəvi bir şeydir. Niyə? Bizə bilinçaltımızı deyir, sənin qorxduğun şeyi mən sənə bugün deyirəmsə ki, sənin artıq sən bunu bilən kimi səndə açılım gedir. Sənin həyatında açılımlar gedir. Niyə? Çünki mənim bugünkü gündə Tamara xanım mənim bütün bilinçaltımı 9 rəqəmin içərisində qoydu qarşıma. Bir-bir onları hamısını açdı, çakralarımdan bir yerdə hamısını bir-bir analiz etdi və mən əgər bir insan, mən həmişə deyirəm. Təmizləmək öz məsuliyyəti. Təmizləməyi də öyrədirəm. Yəni, həmən o şeyin analizin içərisində o qədər tövsiyələr verirəm ki, düzdür, ondan sonra mən yenə deyirəm, eləyə bilməyəndə bir şey, ikinci seansı da edirik. Amma məsələ burasındadır ki, bizim o, belə deyək də, hər şeyi ki deyirik, o bilinçaltında olan bəzi insanlar deyir ki, mən dua eləyirəm, olmur, dua eləyirəm, olmur. Sən öz bilinçaltını bilməsən, bildin ki, sənin bilinçaltında nə var, o zaman spesifik dua edə bilərsən, Allaha mənə bilən şey ver. Amma nə qədər ki, sən bilmirsən, hələ bilgəli deyilsən, özünü tanımırsan, sən heç olmasa o zaman ümumi dualar elə, Allaha yaxınlaşmaq duası elə, bağışlanma istə, şükür elə və belə-belə şeylər var. Bu qanunlar da sistemin qanunlarıdır. Çox adam onu bilmir. Deyir, mən oğlum üçün nəsə istədim, özüm üçün nəsə istədim. Bilmədi, Allah mənə eşitmir. Deyirəm ki, o deyil, sən düz hərəkət eləmirsən. Sən buradan öncə filan şeylər eləməlisən, ondan sonra bundan getməlidir söhbət. Sonra, qorxudan dedik, nəyə iddia eləyiriksə həmən yerdən sınanırıq. Məsəl üçün, ən sadə bir belə məişət misallarımızdan. Bir qız, tutaq ki, doğulur ailədə, öz ailəsini bəyənmir, anası ilə atasının münasibətlərini bəyənmir. Bunu mən çox görürəm, demək olar ki, 90%. Yəni, uşaqları qınamaq da olmur əslində. Amma anasını qınayır. Anasını qınayır və yargılayır. Mənim belə ailəm olmayacaq. Mən anam kimi olmayacam, mən ailədə həm yoldaşımdan söhbətim tutacaq, həm gözəl münasibətimiz olacaq, uşağım, hər bir şey gül bağçası olacaq. Söz verdi buradan, sanki yargıladı, qınadı. Onun eynisini bəlkə də anasından da betər bir vəziyyətə düşmə ehtimalı daha çoxdur. Demək olar ki, 99%. Mən yəqin izləyicilərimiz də baxa-baxa yadlarına salırlar belə adamları. Bayaq demədim, bayaq deyəndə keçən verilişdə deyirəm, uşaq vaxtı deyir, mən belə eləmərəm, amma yüzün elə olur. Mən belə eləmərəm, siz dediyiniz kimi, Məsud dediyi şeydən Allah qabağına çıxardı, deyirdim, görüm eləyə bilirsən. Deməli, bu şeylər də təhlükəlidir də, şuurlu şəkildə
Yazırlar onu. Nə deyirsən eləyəcəm ha. Belə görsən. Hətta heç deməsən də, ürəyində məsəl üçün sən öz ananı qınadınsa, həmən o vəziyyətə düşərsən. Bunu biz televiziyada da görmüşük, verilişlərdə eşitmişik, özümüz şahid olmuşuq, sonra spiritual bu şeylərdən, bu qanunlardan, sistemin qanunlarından hamısından görürük və bugünkü gündə mən analiz edəndə bunu barizə, bax belə %100 çıxır qarşıma. %100 çıxır qarşıma, soruşuram. Bircə kəlmə soruşan kimi deyir ki, bəli, qınamışam. Qınamışam. Deyirəm, indi sənin birinci növbət tövbə olacaq, verirəm ona tövbəsini. Halbuki o mənim heç səlahiyyətim deyil, mən deməliyəm. Bu yollardan biridir. Bəli, tövbəsini verirəm. Deyirəm ki, bax, onu necə tövbə eləyəcəyim, onu da öyrədirəm. Ondan sonra deyirəm ki, indi artıq o tövbədir də əsas məsələ. Tövbəni elədin, o şeydən uzaqlaşırsan. Allah sənin bir dənə bağışla deməyə bir gözləyir. Yəni bu qədər, yəni gündə neçə dəfə desəm, bir o qədər bağışlayan da Allah. Yəni bax, yəni iddia elədiyimiz bir şeydən ki, iddia ki eləyirik ki, özümüzə bunu mən edəcəm. Bu mənlikdir. Yəni bu mən belə olacağam, belə olacağam. Oradan biz sınanacağıq. Yəni sistem belə işləyir. Bunu bilsinlər. Sonra üstünə titrədiklərimiz, üstündən ürəyimiz, mən deyirdim, sevdiklərimiz, onları biz çox o belə necə deyərlər, balansda olmayan bir sevgi ilə sevəriksə, onlardan ayırmağa bizi çalışar sistem. Çünki bütün enerjini verirsən ona, başqa enerjinin onu, sistemin enerjisi deyək də, onu müdaxilə eləməyə, onu qorumağa qoymur. Ancaq mənə tabi olsun deyirsən, o da sonunda deyir ki, yox, mənim sistem işləməlidir, nəsə bir problem olur. Bizi nəzarət altında saxlayır. Sistem baxır, kim yoldaşına daha çox sevgi verir, kimisi balasına çox sevgi verir, kimisi işinə, gücünə çox sevgi verir. Sən həmən yerdən hara çox yönəldirsən o sevgini, nəyə görə deyirəm, balansda olmalıdır o sevgi? Bax, belə deyək də, bu sevgi titrəşimləri buradadır, bir ailənin içərisindədir. Sənin Allaha olan o titrəşim, sevgin, onlardan yuxarıda olmalıdır. Sən belə deyək də, elə bir ki, mən belə şeylə, belə mübaliğəli danışacağım. Sən o sevgi ilə bərabər qalx yuxarı, get bir Allaha dəy, orada o sevgini ver, al, ondan sonra düş gəl, ondan sonra ürəyin istəyən qədər yoldaşına sevgi verə bilərsən. Amma birinci yerdə Allah sevgisi durmalıdır. O zaman sən nə çarpılmazsan, nə vurulmazsan, nə ayrılmazsan, nə bir şey. Sənin əsas, belə deyək, providerin, sənin əsas o qoşulacağın yer oradır. Təmas nöqtəsi. Sənin orada təmas nöqtən olmasa, sən nəyin üstündə titrədinsə, oradan sənə bir gün yox, dəfələrlə sənə verəcəklər sınağı. Yəni bir gündə görəcəklər ki, yox, heç cürə anlamırsan, oradan insana yəni, böyük bir zərbə ola bilər. Baxın, indi biraz da arada aşıya çıxıram ki, siz də biraz dincələsiniz. Bax, indi vəzifə pərəstlər var da, mən görürəm. Tutaq ki, prezidentin sərəncamından vəzifəyə gəlib, buna tapşırıq kimi baxır. Belə sevib, bağrına basmır, sadəcə deyir, cənab prezident tapşırır, mən də bunu eləyirəm. Deməm, gözün ucundan da var. Adam da var, o oturan da artıq küçədə falan da dəyişir. Ona görə zaman ora, bir də görsən, rahat oturmamış işçilər şikayət edir. Rayon əhalisi nəsə etiraz edir, telegramlar, orada rahat otura bilmir. Siz demiş, oradan da sınağa çəkir. Amma kimsə deyir, şimdi buradır da, sabah başqa yerə göndərəcək, gedəcəm ora, mənim işim dövlətə xidmət etməkdir. Onlar o, siz demiş, o sınağa tuş gəlmir. Amma kim ki o həris deyir, hərisləmək istəyir. Mən neçəsi görüşəm bir vəzifədədir, daha yuxarı yerə getmək istəyir. Hamını tapdalar, görsən heç yuxarı yox, elə öz vəzifəsindən də çıxır. Yəni o sistem vurur da onu belə başa düşürəm ki. Hə, sistem deyir ki, sən hər şeydə balansda qalmalısan. İstər sevgidə, istər işində, gücündə, övladında, münasibətində, istər yeməyində, içməyində, danışmağında hər şey balansda olmalıdır. Onu numerologiya daha gözəl başa salır. Çünki elə adam var ki, mən ona ancaq danışığına deyirəm ki, diqqət elə də, sən buradan vurulacaqsan. Elə adam var ki, məsəl üçün, tutaq ki, kimisi danışığından, kimisi Allaha bağlılığından vurula bilər, kimisi qorxularından, nədən qorxu içərisində ataq qorxu, həyəcan, əndişə olan insanlar var, depresiya. Kimisi, yəni, insanlarla münasibətindən, erkək-qadın münasibətindən. Yəni, bu numerologiyada göstərir bunu, ona görə önəmlidir, ona görə möcüzəvi bir şeydir numerologiya. Yəni, insanı anında hər şeydən bilgiləndirir. Amma belə baxanda, bu sistemin bütün qanunları hər kəsə aiddir.
Bunu mən artıq o qədər insanlarla işləyirəm ki, artıq insan mənə bir dənə mesaj göndərəndə mən bilirəm. Demək olar ki, bilirəm bu hansı rəqəmdir. Artıq onun danışığından, artıq onun, yəni bir söhbətə bir kəlmə söz deyirsən, elə insan var ki, onu öyrücür, danışır, öyrücür. Bir sözü 5-6 cürə deyir hər tərəfindən. Ya da ki, yəni sözü zorla alırsan bunun ağzından ki, yəni o dəqiqə mən bilirəm ki, kim kimdir. Belə deyək də, sistemdən danışaq yoxsa uşaqlara keçək? Yox, uşaqlara keçək. Mən elə izləyicilərin suallarından danışmaq istəyirəm. Dəyərli dostlar, siz də baxın, bəyənin, paylaşın. Sonra Kəmalə xanımın nömrəsini görürsünüz, zəng eləyə bilərsiniz, əlaqə yarada bilərsiniz. Sualdan öncə bir şey deyim. Yəni siz ana və uşaqlarla işləyirsiniz, kütləvi şəkildə az qala sizə müraciətlər var. Amma məsələn, bəzi qadınlar tanıdığım deyir ki, bizim tanıdığımız qadınlara çox kömək edeyim. Amma onların uşağının problemi ilə bizim uşağın problemi başqa cürdür. Məsələn, bir qadın maraqlı bir söz dedi, uşağın biraz xətrinə dəyən kimi, gözdən kənarda qoyan kimi uşaq xəstələnir dərhal. Sevgi verən kimi yaxşı olur. Sevgini biraz azaldan kimi, hətta başımız ayrışa qarışanda belə uşaq deyir, xəstələnir. Həm də əsas sual verir, çox danışmırız, amma istəyirəm yenə deyəsiniz. Baxın, numerologiyada ana və uşağın münasibətləri, baxın, numerologiya nə edir? Qısaca belə loru dilindən soruşaq. Yeni izləyicilər də analardır deyir, bizə biraz desin. Bax, sizin məşğul olduğunuz bu numerologiya ilə nə kimi kömək edə bilərsiniz? İnanın ki, numerologiya məni birinci dəfə, ən çox onun cəlb edici tərəfi oldu ki, analara köməkdir. Analara o qədər, çünki mən də yəni, övlad sahibiyəm, o zaman da uşaqlarım daha balacaydı da. Yəni, o dəqiqə uşaqlar, birinci növbədə uşaqlarımı analiz elədim ki, yəni görüm burada nə var, nə yox. Anaya köməkdir. Ana çünki bax, istər dinimizdə, istər spiritual cəhətdən, istər enerji, frekans, yəni ana, yəni ataların xətrinə dəyməsin, ana ilə uşaq enerjisi bir-birinə birləşir, bitişikdir. Yəni, anadan çox şey asılıdır. Ana hansı hissdədir, duyğudadır, ana hansı enerjidədir, ananın keyfi var, yoxdur. Yəni, bu həm bizim dinimizdə də görünüb, yəni bu hər tərəfdən bu sübut olunur. Və uşaq da anadan demək olar ki, bəlli bir yaşa qədər çox asılıdır. Bəlli bir yaşa qədər. Ən çox uşaqlar biraz anadan aralanır, o ərgən deyirlər, yəni cinsi yetkinlik devrində. Biraz elə bir içə qapanırlar uşaqlar o zaman, daha şey olurlar. Mən həmişə analara tövsiyə edirəm ki, o yaşlarda çalışın, uşaqlar sakit keçirsin o dövrləri. Evdə gürültü, dava, qırğın olmasın, Allah uzaq eləsin. Yəni, səs, küy, yəni hər şey heç olmasa üzdən ideal görünsün ki, uşaqda o şey olmasın. Və ana ilə uşağın əlaqəsi, yəni, belə deyək də, o dərəcədə bir-birinə bağlıdır ki, hətta ananın karmasını üstünə götürüb, öz karması bir tərəfdə qalıb, yəni ananın karmasından özünə yol alan uşaqlar var. Yəni bu nə dərəcədə vacibdir? Yəni uşağa analiz edirsən, uşaq elə bir ayda doğulub ki, ana ilə bağlıdır, ananın da karmasını götürüb. Baxırsan uşağa, deyirsən ki, bax anada bu karma bunu da götürə bilər, görürsən ki, uşaqda həmən yerdən negativ var, uşaq artıq o yoldan, səhv yoldadır. Bu qədər uşaqlar bağlıdır anası ilə, yəni ata karması falan filan düzdür, o ata tərəf, ana tərəf, onlar numerologiyada var, bu tamam başqa bir şeydir. Amma ananın həm fiziki, həm belə deyək, mənəvi cəhətdən, həm ruhən bir-birinə çox bağlıdır və uşaqlara ümumiyyətlə, mən o sevgi deyirsiniz ki, sevgi vermək, sevgi tək bütün bu dünya ümumiyyətlə Allahın qurub qoyduğu bu sistem sevgidən ibarətdir. Başdan ayağa sevgidən ibarətdir. Burada hər şeyə sevgi vermək lazımdır. Çiçəyə, böcəyə, ağaca, gülə, heyvana, uşağa, yəni insan insana möhtacdır. İnanın ki, biz o numerologiyada mən görürəm, bir insan o birisindən şəfadır. Bir insan belə elə bir şeylərə şəfa ola bilər ki, arafda qalan ruhlar var, o tərəfə keçid edə bilməyən. Onların şəfaçıları var bizim aramızda. Ondan sonra bir-birinə motivasiya olan, bir-birinə, yəni o rəqəmlər var. Onlar o qədər düz gəlir ki, bir-birinə. Qaldı ki, anaya, ana olan kəs uşağı ilə danışmalıdır. Səbah müəllim, ən birinci şey budur. Analara məsləhətim odur. Bax, yadıma bir şey düşdü. Yəni, uşaq hələ bir tərəfə olsun, ev heyvanı ilə danışmaq
Ne kadar güzel bir şeydir. Evde bir 5 gün, 3 gün sakladığımız balaca bir şey var idi. Onu sahiplendirdik. Çünkü küçeden xilas eləmişdik. Yani bir xanım var idi bizim qrupda, istəyirdi bir şey, ona verdim. Xanım mənim səsimə qulaq asırmış telefonda. Yəni bunu da getdiyi bir şey, bəli, səsli mesajıma qulaq asırmış. Deyir Kəmalə xanım, sizin səsiniz gələn kimi pişik oturduğu yerdən qaça-qaça gəldi yanıma. Başladı telefona baxmağa. Nə var? Mən o pişiklə danışırdım. O pişik 3-4 gün bizdə olan müddətdə mən ona oğluşum falan filan belə, ay yanıma gəl, ay necəsən? O artıq o sevgiyə o qədər öyrəşib ki, o sevgi o da verir sevgini. Uşaq bu heyvan da hələ. Bu belə Allahın bir balaca bir pişiyidir, pişik balasıdır. Siz görün uşağınıza versəniz sevgi, amma mən həmişə deyirəm bir şərtlə. O sevgini verməyi uşağınıza öyrədin. Yəni bu qədər önəmlidir ki, uşağın sevgi ilə əhatə edərsiniz. Uşaq tamamilə sevginin içərisində ola bilər. Amma uşaq elə bir egoist böyüyə bilər ki, uşaq elə bir alıcı bir enerjide olar ki, uşaq ətrafa sevgi verim, anama sevgi verim, elə ətraf o tərəfə qalsın, atama, anama, nənəmə, babama sevgi verim. Sevgi vermək nə deməkdir? Ümumiyyətlə bunu anlamalıdır uşaq. Ananın yəni, keyfi olmayanda soruşmalıdır ən azından. Necəsən, yəni səndən nə olub, haransa ağrıyırmı və yaxud bir stakan bəlkə çay gətirim, bəlkə su verim. Yəni o sevgi o demək deyil ki, bütün günü o öpücüklər, gözəl sözcüklər, ay sevirəm falan filan bu deyil. Sevgi qayğıdır, sevgi mərhəmətdir, sevgi bir-birinin qayğısına qalmaqdır. Bütün bunları uşağa öyrətmək lazımdır. Amma sizin uşaqlar üzrə sevgi almağı öyrənmə ancaq. Bir verməyi də siz demiş, öyrətmək lazımdır. Yığacaq siz, həm egoist olacaq siz dediyiniz kimi, həm də bu ancaq hamıdan onu gözləyəcək. Sən mən niyə sevmirsən? Yox, sən əgər uşağa sevgi verməyi öyrətmirsənsə, sən gələcəkdə özün üçün böyük bir baş ağrısı böyüdürsən. Böyük bir baş. Oğlandırsa, o elə bir ailəyə sahib olacaq ki, elə bir yoldaşı ilə elə bir problemlər yaşayacaq ki, oturub deyəcəksiniz, ay Allah, mənim günahım nə idi? Mən belə-belə eləmişdim. Və yaxud da qızdırsa, gedib heç bir kəmlə keçinməyəcək, ya qaynananımı deyim, ya yoldaşı ilə mı deyim, ya nəsə. Ya mütləq bir dənə problem çıxacaq. Çünki bu dünyada hər kəs sevgiyə möhtacdır. İstər yaşlı olsun, istər balaca olsun, istər kim istəməz ki sevgi. Amma belə deyək də, sən verməyə davam edərsən, çox az insanlar ola bilər ki, o da düzdür 2 rəqəmlərdir. Onlar mütəmadi sevgi vermək ehtiyacı var ona. Sevgini, onu da bilirsən ehtiyacı nədir? Verim ki, mən alım. Verir ala bilmir, verir ala bilmir, verir ala bilmir. Yəni, axırda oturur belənçinə çaş-baş vəziyyətdə. Kəmalə xanım, bəs mən nətər verim, verici o? Bəs necə verim? Necə mən bu sevgini balansda necə saxlayayım? Artıq gözü qorxub yazıram. Yəni... Numerologiyada ona cavab da. Əlbəttə tapır. Yəni, %100 o... Yəni, indi əziz yeni baxanlar, mənə deyən 6-7 xanım da demişdi. Bax, konkretlik buradadır. İndi hər kəsin, hər bir fərdin, hətta ki, övladının arasında fərqləri var. Onun üçün doğum günü filanı, bunları indi Kəmalə xanım öz izah eləyər. Ona görə birbaşa, heç mənə də deməyə ehtiyac yoxdur. Nömrəsi var da, zəhmət olmasa oraya yazın, Kəmalə xanımın özündən, mənbənin özündən soruşa bilərsiniz. Bizim bir saatımız tamam oldu. Heç mənə elə gəl 15 dəqiqə danışırıq. Amma danışa bilərik. Amma məncə Ramazan, siz də yormaq istəmirəm, yorğunsunuz. Amma yenə də bu sistemdən yenə gələn dəfə davam eləyərik. Yəni bu əsas mən elə verilişin əvvəlindən deyirdim ki, bu xanımlar birdən deyirdim, olur da yadımdan çıxır, sual deyir, bəs niyə demədiniz, yadımdan çıxır. Yəni numerologiya qadın, ana və övlad arasında bir bağı möhkəmlədə bilərmi, ikisini də xilas edə bilərmi? Əsas o sualı verirdilər. Numerologiya nə edir məsələn bu şeydə? Onda məncə kifayət qədər dediniz, əlavəniz varsa buyurun. Bax, orada hansı uşaqlar numerologiyadan, hansı uşaqlar daha çox təsir altına düşür, hansı uşaqları daha çox qorumaq lazımdır, hansı uşaqları daha çox, məsəl üçün orada numerologiyada görünür, asılılıqdan qorumaq, nədənsə asılı olmaq. Asılı bilirsiniz də nədir? Narkomaniyadan tutmuş, alkoqolizmdən tutmuş, sigaret çəkməkdən tutmuş, hətta sevgidən asılı olanlar da olur. Bax, o asılılıq məsələləri olur. Sonra hansı uşaqlarda ataklar, qorxu,
gələcək qorxusu, ay aman mən imtahana gedirəm və tir-tir əsir titrəyir. Bütün bu şeylər hamısı numerologiyada var. Hamısının çarəsi də var, hamısının, yəni biri var ki, sən 6 yaşında uşağı analiz elətdirirsən, bunları görürsən, başlayırsan o uşağı inkişaf elətdirməyə. O uşağı niyə görə deyirik ki, işləmək odur da uşağı düzgün yönləndirəsən. Və ümumiyyətlə bu rəqəmləri qoysaq da bir qırağa, o hamısı bunlar öz yerində, bu analiz vaxtı üzə çıxır. Bundan başqa uşaqla danışmaq. Yəni ana danışmalıdır. Ana həmişə yemək bişirə-bişirə uşağı ilə danışmalıdır, sual verməlidir. Son vaxtlar artıq uşaqların ən çox da suallarına cavab vermək. Məsələn, bizim dövrdə hətta 2000-in əvvəlinə qədər uşaq danışığında ağzından vururdular. Ged o tərəfə, zəhləmi töhmə. Amma indi görürəm, sanki biraz ehtiyac ya. Heyvanlarla da danışırlar. Arada küçədə görsən, itdir, pişikdir, keçidir, quzudur. Ən çox o gənc tələbələr, orta yaşlı oğlanlar, qızlar. Görsən sıralaya danışır. Mən bunu həmişə Rusiyada görərdim. Bizdə yox, bizdə təkliyirlər. Nə balaca uşaqlar, düzdür, elələri də var. Amma görsən bir şey sıralayır, yedizdirə, ondan sanki söhbət edir. Məncə bu çox yaxşı. Ana, uşaq pişiyə təpi atır, ana yanında heç nə demir. Ana fikri tamam başqa yerdə. Yəni mənim sözümün canı odur ki, ananın fikri uşağın üstündə olmalıdır müəyyən bir yaşa qədər. Heç olmazsa birinci, ikinci sinifə qədər. Ki, görüm uşağın hansı hərəkətə necə münasibət bildirəcək. Yəni, o pişiyə təpi atırsa, ana onu anında onun, o türklər demişkən, hicabına baxmalıdır ki, sən balam, onu niyə təpi atdın, o səndən neynədir, niyə təpi, onun da canı var, o da ağrıyır, o da sənin kimi candan ibarətdir. Uşaq bunu əvvəlcə başa düşməyə bilər, sonra qulaq asacaq, anlayacaq. Bir dəfə, iki dəfə, artıq o uşaq tamam. Hətta ola bilər, ömrü boyu vurmasın. Yəni o ana elə bir formada deyə bilər ki, pişiyə bir də təpi atmasın. Əksinə onun peşmançılığını çəksin. Əlbəttə ki, onu yəni o vicdanı oyatmaq, vicdan hər kəsdə var. Yetər ki, onu oyatmağı bacarsın. Əgər indi öz aramızda anada yoxdursa o vicdan, onu kimi oyadacaq? Yəni o da var da. Amma adam anlamalıdır Kəmal xanım. Bunun bircədən övladı var. Bu hansısa bir qadına, hansısa bir əcnəbi serialı müzakirə eləməkdənsə, mənasız bir verilişdə iki nəfərin münasibətini anlamaqdan uzaqdır. Yəni, ora fikir yönəlibsə... Filənkəs dava elədi. Amma öz uşağı gözünün qabağında nə olur, ona da biraz vaxt ayırsın da. Yoxsa, bəzən görsən də sevgiyə dırnaq arası baxılar, amma bir də görsən, sevgi haqqında mahnıya qulaq asır, ayda nə gözəl deyib. Yəni, sevgini kliplərdən qidalanır sevgidən. Halbuki reallıqda gözün qabağında hər yerdə sevgi var da. Dərə, təpə, ağac, siz vaxt edirsiniz. Sevgi tamam başqa bir şeydir. Mənə Sərsər xanım deyəndə ki, biz pişik oturduğu yerdən qaça-qaça gəldi, telefona baxmaq istədi. Mən inan ki, gözlərim yaşardı, özümüzü ondan saxladım ağlamaqdan. Belə yaxşı, bu qürurdur. Belə ağlayış qoy hamımıza qismət olsun. Sağ olun, Kəmal xanım, minnətdaram. Mən təşəkkür Bu oruçluğun bu məqamında sizə də əziyyət verdik, amma qidalandıq. Xeyli qidalandıq. Yəqin ki, izləyicilər də necə qidalandığını yazacaq. Dəyərli dostlar, bir daha hamınıza təşəkkür edirəm ki, bu iftar sonrası vaxtınızı bizə xərcləyib baxdınız, fikirlərimizə şərik oldunuz. Gələn dəfə, gələn verişimizdə inşallah Allahın köməyi ilə iftardan dərhal sonra, biraz özümüzə gələndən sonra canlı olacaq, canlı suallarınız, canlı ünsiyyətimiz baş tutacaq inşallah. Gözləyirik. Sağ olun, salamat qalın. Ramazanınız mübarək olsun. Tutun oruçları Allah qəbul eləsin, ibadətləri qəbul eləsin. Və elə yaşayın ki, elə bu dövrü də elə keçirin ki, ruhunuz həmişə şəfa olsun.